Hello, we're going to Indonesian Embassy right now to eat Indonesian cuisine with Adil and Rames, Yeah. all our friends. Let's go. İndoneziya səfirliyinə çatanda baş küçəsi gördük. Biz bilmirdik ki, İndoneziya səfirliyinin tam qabağında Azərbaycan səfirliyi var. Bu da bizi sevindirdi görəndə. Burada artıq çatdıq, avtobusdan düşürük, İndoneziya səfirliyinin içinə doğru giririk. Bu xanımların geyindiyi də çox güman ki, İndoneziyanın milli geyimləri idi. Bizə deməli belə bir şey verdilər burada. Bir də əlimizi belə batırmalıyıq ki, mürəkkəbə girdiyimiz bilinsin yəni bura. Bir də belə ticket verdilər. Artinya apa Bang Messi? What does it say? Burada festivalın əsas keçirildiyi hissədə girişidir. Rio da burada video çəkir öz YouTube kanalı üçün. Bizə yelpənək verdilər belə yerliyək deyə. Burada yüngül mənə Vasmoy bazarını anımsatdı. Videonun növbəti hissələrində görəcəyik ki, nələr dadıran filan. Belə bir atmosfer idi, maraqlı. Burada belə bir flyer şirkəti var idi. Şans verirdilər ki, burada oyun oynayaq. Əgər buradan oyuncağı qazana bilirdinsə, sənə hədiyyə verirlər. Belə bir hədiyyə burada açım. Mən də powerbank qazandım. Belə bir powerbank qazandım. Singapore Airlines. Burada da gördüyünüz kimi qaqaşımız da oynayır ki, nəsə udsun, amma təəssüf ki, uda bilmədi. Bakso ayam komplit. Ada bakso ayam, ada seblak, semuanya komplit tinggal. Bu da Taylandlıların soyuq çayıdır. Indonesian. This one is Indonesian gifts you can get Ah, for your family. Traditional gifts, right? Yeah. Bu da az öncə göstərdiyim Tayland çayıdır. Hal-hazırda hazırlayır. 100 TL, 120 TL falan satırdılar. What is that? Samaya. It's siomay. Dim sum. This is dim sum. Himsan? Dim sum. Dim sum. Yeah. Traditional meat. It's like mantı. Mantı, okay. Mantı, yeah. Where are you from? I'm from Azerbaijan. Azerbaijan. You? Indonesia, right? Of course. Valla bu nədirsə bilmirəm, amma nəsə maraqlı bir şey oxşuyurdu. Bunun dadına baxmadım. Traditional bakery? Yeah, it's local. Ah, okay. Okay. What is the name of this? Lemper. Lumper. Lemper, yeah. Lumper. Lemper. Lumper. Yeah. Okay. Dostlar bunun adı lumper'dır. Dadacıyıq. It is Indonesian. food, Yeah. right? Traditional Indonesian stuff. It's like rice. İçində düyü var. Böyle maraqlı bir şeydir. Bir dənə içində durmuş. Minta dipasangin di tenda. İnşallah aça bilsəm bu gün. Əlimi çox da batırmaq istəmirəm. Yeah, it's like that. You fill it up. Bismillah. What do you think? Different, right? Nece sürətdirdi? Yeah, he don't like it. I know. Let's go here. Inside the chicken. Yeah, you need to bite more. Yeah, it's chicken. Qardaşım, bu da olan şeydir belə. Chicken qəşəngdir. Chicken qəşəkdir. Bro. What's your feelings about the food? Elə bir 35 TL getdi deyirəm. What you say? Say that I love love chicken, but The rice? no, rice not. Because he doesn't used to eat rice. Yeah. I agree. I'm eating the chicken. The chicken is good. Yeah. Amir, do you want? No. You want Rio? Alright, so I'll finish if you don't. Nasi Padang. It's semur jengkol. Berapa? It's a traditional traditional food. Traditional food from Padang. Padang. Padang is the city of the in Indonesia, right? Yes. It's only 300 lira 300. Okay. for any item. It's very favorite. Doesn't like. Türkiye'nin It's Turkish chips, right? Yeah. Bunu tadına bakın. Normal chips. Okay. Yiyeceğiz her şey budur. Thank you. I'm waiting you. Okay. No problem.
Burada xala Tayland çayı hazırlayır hal-hazırda. Belə buzlu, üstünə nəsə çayın tökürlər falan, tam dəqiq bilmirəm tərkibini. Belə maraqlı bir şey. Düz dadına baxmadım, amma maraqlı bir şey oxşuyurdu. Dostlar, belə bir Yapon şirniyyatı aldım. What is the name of this? Sorry. Deifuku mochi. Deifuku mochi'dir. Dadına baxım görüm necə bir şeydir. Bu yumşaqdır belə. İçi də bilmirəm nədir, belə üstünə çiyələk, jelibon kimi bir şeydir. Yoxlayım baxım. Ajil is trying the mochi. How do you think? What do you think about the mochi? Normal. I think yeah, it's Tövsiyə görmürəm. Maksimum çiyələyi yiyə bilərsən. How about the taste? Valla belə də. Yes. It's called sushi. yeah. Alınmaz. Tövsiyə görmürəm. Burada Ramizə nəsə başa salınır zaman bölgüləri haqqında. Sağdakılar da İndoneziya əskərləridir, gəliblər bura təlim görməyə. Dostlar, indi bir də belə İndoneziya yeməyi yiyəcəm. Adı pastelcidir. Nə olur? How the taste? How it feel? Normal. Normal. Yeah, it's acceptable. Yeah. Thank you very much. Yo, what's up? Welcome back again with Agil Fakilov. Is it? Thanks your channel. Yeah, it's for my vlog. Burada artıq səfirlikdən çıxmışıq. Maraqlı təcrübə idi, gözəl gün idi. Belə. Sağ olun, hələlik.